Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve alihi tahirin. Siyyama begiyetullahi fil garazin ve laganu ala gadaihim ila yevmiddin. Rahimli ve Rahman olan Allah'ın adıyla, alemlerin Rabbi olan Allah'a hamd olsun. Allah'ın salam ve salavatı ağamız ve seyyidimiz Muhammed ve onun pak ehli beytine, hususiyle Allah'ın yeryüzünde sakladığı şəxsə Hazreti Mehdi Əcəlallahu Fərəci Şərif Aleyhisselama olsun. Allah kıyamet gününe dek onların düşmanlarına lanet eləsin. Beraber rivayet kitap Şehabeddin amili Zeynep Hatun özün getirdi kardeşine. Gördü şümür istəyir ki Hüseyni dəvə kimi nəhr eləsin. Özün saldı Hazretin üstüne dedi. Ya şümür, gel kardeşimin əvəzində məni öldür. O məlun nəfs ayağı ilə xanımı kənar elədi. Kitab-ı Sürur-əl-Müminin sahibi yazır. İmam-ı Cəfər-i Sadiq aleyhisselam buyurur. Vaxtı ki Cenab-ı Əzrail nazil oldu ki Hazreti Musa əla nəbiyyina və alih və aleyhisselamı qəbr-zuh eləsin. Yani ruhunu bedeninden çıkarsın. Hazreti Musa aleyhisselam dedi. Ya Əzrail, məni hansı əzamdan qəbz ruh edəcəksən? Əzrail ərz elədi. Mübarək ağzından. Musa aleyhisselam buyurdu. Bu ağzım ilə Xudavəndi aləmə münacat etmişəm. Dedi gözündən. Dedi bu gözlerimle Allah Teala'nın nuri təcəllasını, nur saçma ya şəfəq saçma görmüşəm. Dedi, əlindən dedi bu əllərimlə Tevratı və əlvahı götürmüşəm. Dedi ayağından dedi bu ayaqlarım ilə Tur dağına gedib orada Allah Teala ilə danışmışam. Xülasə-i kəlam Musa aleyhisselam hər bir əzasına bir üzür gətirdi. Ravi nəql yəni edən deyir ahvaveyla. Həzrəti Sadiqin sözü bu yerə yetişəndə şiddət ilə ağladı. O qədər möhkəm ağladı ki ağa bihuş oldu. Elə ki huşa gəldi ravi deyir. Mən ərz elədim, ya İbn-i Rəsulü Allah, neçə qərinədir Musa aleyhisselam vəfat edib, nə üçün ona ağlayırsan? Həzrəti Sadiq aleyhisselam buyurdu, yəni mən Musaya ağlamıram. Mən cəddim Hüseynə ağlayıram. Cəddim Hüseyn elə ki atdan yerə düşdü, şümür məlun gəldi, istədi onu zibhi etsin. Xudavəndi aləm Əzrailə əmr elədi ki, Hüseyni qəbz ruh eləsin. Əzrail ərz elədi Xudavəndə. Pənah aparıram sənə müxalifətçilik etməkdən, yəni sənin əmrini yerinə yetirməməzlik etməkdən. Mən sənin zəif bir bəndənəm,
Lakin sual edirəm səndən ki, öz izzətin ilə məni bu əmrdən üzürlü buyurasan. Xudavənd aləm vəhiy etdi, ya Əzrail, nədən ötəri? Əzrail ərz elədi, Xudavəndə mənim bu işi görməyə qabiliyyətim yoxdur. Çünki bilmirəm onu hansı əzasından qəbz ruh edim. Xudavənd aləm əmr elədi, ağzından Əzrail əleyhissalam ərz elədi. Əbu Əyyub Qənəbinin oxu ilə yaralıdır. Əmr elədi, başının məhz etdiyi yerindən Əzrail ərz elədi. Şərik İbn-i Zərənin qılıncı ilə yaralıdır. Əmr olundu bazusundan. Əzrail ərz elədi. Sinan İbn-i İnsin nizəsi ilə yaralıdır. Vəhiy olundu göbəyindən. Ərz elədi. Hərmələnin oxu ilə yaralıdır. Vəhiy olundu gözlərindən. Ərz elədi. Başının qanı ilə doludur. Vəhiy olundu alnından. Ərz elədi. Əbul-Xanuqun oxu ilə yaralıdır. Yenə vəhiy olundu sinəsindən. Ərz elədi. Nizələr ilə, oxlar ilə yaralıdır. Vəhiy olundu boğazının çuxur yerindən. Ərz elədi. Şümrün xəncəri ilə yaralıdır. Vəhiy olundu qabırğasından. Ərz elədi. Salih İbn-i Vəhabın qılıncı ilə yaralıdır. Onların hamısına Allah lə'nət eləsin. Axirəl əmr Xudavənd aləm tərəfindən Əzrailə vəhiy olundu. Sakit ol ey Əzrail. Bu qədər İmam Hüseyin əleyhissalamı vəsf etməkdən mənim məqsədim budur ki, Hüseynin bu qədər məzlumluğunu mələikələrə bildirəm və illa mən öz yəd qüdrətim ilə, yəni əzəmətim ilə, qüvvətli ağ əlimlə Hüseyni qəbz ruh edərəm. Mütərcim, əlbəttə Allah Teala'nın əlinin olması fikri düz deyil. Burada ağ əl dedikdə fəqət bəzi xeyrixah işlər əllə görüldüyü üçün əl adı məcazi mənada çəkilib. Allah Teala'nın bir işi görməkdən ötəri bir vasitəçiyə ya kiməsə, nəyəsə ehtiyacı olmaz. Təkcə ol deməklə o iş baş verər. Hətta Allah Teala bir işi yaratmaq, görmək istədikdə nəinki ol deyər, hətta iradə edən kimi, yəni o iş baş verər. İradə odur ki, yəni necə ki bir işi görmək, əvvəldə insan onu qəlbində ya beynində canlandırır. Sonra isə dilinə gətirib o qəlbindəki fikri dilində deyir. Yəni iradə ol sözündən də az və əvvəlki vaxtda deyilir. Bir məsələni də qeyd edim ki, buradakı Allah Teala buyurur. Mənim məqsədim budur ki, siz mələklər Hüseynin məzlumluğunu və həm də yəni mənim istəyimə görə çəkdiyi əzablara siz də şahid olasınız. Mən burada qısa məlumat verəcəm ki, Allah Teala insanı xəlq edəndə mələklər narazılıq edərək dedilər, sən bu insanları niyə yaradırsan? Əgər sənin məqsədin onların savab etməkləridirsə, ya sənə ibadət etməkləridirsə, biz sənə ibadət edirik. Yox, əgər günah etməkləridirsə, bəs onda bizə niyə cinlər tayfalarının çoxlarını qırmağı əmr etdin? Allah Teala onlara belə cavab verdi. Susun ki, mən biləni siz bilmirsiniz. Yəni Allah Teala imamın məqamını mələklərə bildirməklə demək istəyirdi ki, yadınıza gətirin o vaxtı ki, mən bu bəşəri, yəni insanları yaradanda siz mənə qarşı çıxdınız.
Ondan mən sizə buyurdum ki, siz mən biləni bilmirsiniz. Çünki bu insanların içərilərində elə insanlar olacaq ki, sizlərdən qat-qat üstün xüsusiyyətlərə malik olacaqlar. Elə insanlar da olacaq ki, onlar şümür, ömərsəd, hərmələ kimi vəhşi heyvanlardan da aşağı səviyyəli olacaqlar. İndi isə qayıdıram əvvəlki sözümə, xülasə Xudavənd aləm özü İmam Hüseyin əleyhissalamı öz yəd qüdrəti ilə qəbz ruh elədi ərşin bətnindən, yəni bətn içəri, batini aləm. Məsələn, necə deyirlər, ana bətni, burada da ərşin bətnində, yəni batini aləmdə olan və dərinliklərdə və gizli bir yerdə olan bir səs göyün ən yüksək təbəqəsindən nida elədi ki, ey həqqə xəbərdar olan nəfs, qayıt öz pərverdigarının yanına və ya tərəfinə razı və xoşnut olunmuş halda bəs daxil ol mənim müqərrəb bəndələrinin içində, behiştdə ol. Xudavənd aləm tərəfindən hökm olundu. Cəmi göylərin mələikələri o məzlumun ruhu mütəhərini, yəni təmiz və müqəddəs pak ruhunu qarşılamağa və onun görüşünə çıxdılar. Yer ilə göy arasında elə bir mələk qalmadı ki, cümləsi o büzürgüvarı, yəni o böyük şəxsiyyəti qarşılamağa çıxdılar. Bənabər rəvayət İmam-ı Məhəmməd Baqir əleyhissalam, mələklər və hamilani ərş yerə nazil olub, o məzlumu aparıb 5-ci göydə atası Cənab-ı Əmir əl-Müminin əleyhissalamın surətinin yanında qoydular. Hər qədər mələklər göylərdən nazil olar və hər qədər mələklər ki, yerdən və sair göylərdən ürüc edib, orada onları görərlər ta qiyamətə tək. Onların qatillərinə lənət edərlər. Cənab-ı İmam-ı Cəfər-i Sadiq əleyhissalam buyurub ki, bu elmi məşnundur, yəni bu gizli bir elmdir ki, Allah zahir etməz məgər əhlinə, yəni özü məsləhət bildiyi insanlara. Bəs elə ki, şümür məlun elədi, o zülüm ki, etmək istəyirdi. O vaxt göydə minadi nida elədi ki, şəhid oldu vallahi imam, İmam oğlu və imamın qardaşı İmam Hüseyin İbni Əli İbni Əbu Talib. Bəs qara yellər əsdi, hava tirə və tar oldu. Yəni qaranlıq oldu, yerlər lərzəyə gəldi. Bərəvayət kitab Riyazəl Məsaib, bənabər rəvayət bu minadinin səsini Əhl-i Beyt xeymələrdə eşitdilər. Cənab-ı Zeynəb-i Xatun sərasimə can hövlü və sürət ilə xeymədən qətligaha tərəf qaçdı. Havanı toz və duman zülmət tutmuşdu ki, Həzrətin nəşini görə bilməyib xeyməyə qayıdıb, Həzrəti Səyyid-i Sacidin bimar Zeynəl-Abidin əleyhissalama ərz elədi. Qardaşım balası, gör nə hadisə baş verib, yer lərzəyə gəlib. Hava belə zülmət olub. Həzrəti Zeynəl-Abidin əleyhissalam buyurdu, xeymənin ətəyini qaldırın. Elə ki, xeymənin ətəyini qaldırdılar. Həzrət meydana baxıb iki əlləri başına vurub əmmaməsini yerə çaldı və ağlaya-ağlaya buyurdu. Əmmə, atamı şəhid elədilər. Durmayın, əhli ərəmin və uşaqların bellərini möhkəm bağlayın. Əsir olmağa hazırlaşın. Söhbəti burada dayandırıram. İnşallah Allah'ın izniyle gələn günlərdə ardını edərəm. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.